Möhtərəm cəmaət. Bir nəfər də Xalsa kəndinin ağsaqqalı, şəhid atası artıq bir il ötdü. Yığışdıq, Allah ehsanını qəbul eləsin, iştirak elədik. Hərə ürəyində bir niyyətlə gəldi. Mən bura gələndə bəzi şeyləri düşündüm ki, bu ağsaqqal kim idi? Şəhid atası olması, texnikum qutarması, kəndimizdə ferma müdürü olması bəllidir. Muradxan məhəlləsində əmioğlanları deyilən nəslin nümayəndəsi idi. Əmioğlanların biri Cəfərov Nəbigilin atası idi, digəri İboğlu Musa idi və Qurban kişi idi. Qurban kişinin 4 oğlu vardı. Böyük oğlu Ələşrəf müəllimi tanıyanlar tanıyır. Allah ruhu şad olsun. Buradakiləri bizim müəllimlərimizin də müəllimi olubdu, Ələşrəf müəllim. Və o öz, Aydın müəllim, o öz sərgəsi ilə kəndimizdə Miçurin kimi tanınırdı. Bağın, bağçanı paylaşırdı, əziyyət çəkirdi. Müharibə dövründə həm Qurban kişiyə, həm Ələşrəf müəllimə bron vermişdilər. Çünki kəndin ilxısını baxırdılar. Buna baxmayaraq 45-ci ildə əskər dayını 45-ci ildə müharibə qutarmamış, müharibəyə cəlb elədilər. Şükür Allaha sağ-salamat qayıtdı, gəldi. Amma ömrünün son ahal çağlarında Xocalıda gün düşdü, şəhid oldu. Ruhu şad olsun övladlarına, nəvələrinə. İnşallah Ramil nəvəsi qayıdıbdır, ocağı bərpa eləyəcək. Mərhum Qurban kişinin 3-cü oğlu Qara kişidir. Zarafatla bizim kənddə bir söz deyirdilər. Ələkbər insaf elə getdərsə, o ifadə ilə yadımızda qalıb. Ancaq bizim hamımızın yaddaşında bizim kəndin ziyalısı Sabir müəllimin atası kimi yadımızda qalıb. Onun da ruhu şad olsun. Qurban kişinin 4 oğlundan ən balacası Lətif dayı idi. Şəhid atası idi. Çox zülümlər görübdü və bugün də onun oğlu Famir əziyyət çəkib. Belə çətin bir zamanda 80-100-150 nəfərlik süfrə açıbdı. Allah qazancını artıq eləsin, Qurbanın da Allah qapısını açsın. Ruhu şad olsun, sizin hamınızın adından bir daha şəhid atasına, kəndimizin 7-8 şəhidindən ən sonuncu valideyni olaraq Allah rəhmət eləsin deyirəm, ruhu şad olsun deyirəm. Famil, Allah qazancıya artıq eləsin, ehsanın qəbul olsun. Sağ olam. Allah sana da ömürlərini rəhmət eləsin.